Bəzi səhifələrə və özünü media kimi təqdim edən profillərə rəsmi xəbərdarlıq eləyirəm. Mən heç bir sosial platformada çıxış etməmişəm və yeni video çəkməmişəm hazırda. Bəzi səhifələr mənim köhnə videolarımı yeni material kimi paylaşaraq izləyici və PR qazanmağa çalışırlar. Bunu noyabrın 19-da ev dustaqlığına buraxılan müğənni Rəqsanə İsmayılova Instagram hesabında paylaşım yazıb. O bildirib ki, bu kimi halların hamısı tərəfindən müvafiq qaydada şikayət olunacaq. Zərurət yarandığı təqdirdə aidiyyəti dövlət qurumlarına da rəsmi müraciətlər ediləcək. Xahiş edirəm, şəxsi məzmunumdan icazəsiz istifadə etməyin və mənim adımdan ictimaiyyəti çaşdırmayın. Qeyd eləyək ki, sosial şəbəkələrdə Rəqsanə İsmayılovanın videoları yayılaraq onların yeni olması ilə bağlı məlumatlar paylaşılmışdı.